İkinci Qarabağ müharibəsi tarixin qara səhifələrinə yazılmış ədalətsizliyə verilən haqqın səsi idi. 27 sentyabrda başlayan o müqəddəs yürüş 44 günün sonunda zəfərlə taçlandı. Bu müharibə bir xalqın birliyini, bir əsgərin canı bahasına yazdığı şərəf dastanını dünyaya göstərdi. Bizə bu zəfəri yaşadan qəhrəman hərbiçilərimizdən biri də kapitan Hacıyev Hikmət Şubayoğludur. O 1984-cü il dekabr ayının 7-sində Şəmkir şəhərində anadan olub. O 1991-ci ildə Şəmkir şəhəri Füzuli adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Onun hərb sənətinə marağı uşaq yaşlarından başlayıb. Vətənə olan sevgisi onun yolunu Cəmşid Naxçıvanski adına hərbi liseydən salır. Hərbi liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olur. O, Ali Hərbi məktəbi uğurla bitirdikdən sonra en sayılı hərbi hissədə leytenant kimi xidmətə başlayır. Həmin vaxtdan həyatını silahlı qüvvələrdə xidmətə bağlayıb, müxtəlif hərbi hissələrdə xidmət edib. Nümunəvi xidmətinə, hərbi bacarığına görə Hikmət Şubayoğluna 2014-cü ildə kapitan rütbəsi verilib. İkinci Qarabağ müharibəsində kapitan Hacıyev yenə ön cəbhədə idi. O, 2 oktyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən yaralanıb və reanimasiyaya yerləşdirilmişdir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbərini eşitdikdən sonra şəhid olub. Milli Ordunun zabiti Hikmət Hacıyev Şəmkir şəhər qəbirstanlığında dəfn edilib. Ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən kapitan Hikmət Hacıyev ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə, igidliyə görə medalları və 2-ci dərəcəli rəşadət ordeni ilə təltif edilib.